Salam dostlar, Səs Fikirlər podkastımızın 3-cü bölümünə xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə bir film haqqında danışmaq istəyirəm. Everything Everywhere All at Once filmi haqqında. Filmə hal-hazırda baxıb qurtarmışam və bu filmin o qədər ikonik bir vaxtda baxdım ki, hal-hazırda gecənin ikisində bu filmin təsirindən necə çıxacağam, necə yatacağam falan heç bir fikrim yoxdur. Ona görə də fikirlərimi sizinlə bölüşmək istədim. Ümumən o qədər ikonik bir vaxtda baxdım ki, yadınızda keçən bölüm həyatın mənasızlığı falan demişdim. Həyat mənə çox mənasız gəlirdi. Bu filmdə onun haqqındadır, həyatın mənasızlığı haqqındadır. Ona görə də mənə çox təsir elədi. Ona görə də bu film haqqında danışmaq istəyirəm sizdən. Mövzuya keçməmişdən qabaq onu deyim ki, podcast boyunca film haqqında danışacağım üçün dəhşətli dərəcədə spoiler içerir. Əgər filmə baxmaq istəyirsinizsə ki, məncə gedin baxın. Bu podcastları burada dayandırın. Gedin filmə baxın, sonra dinləyərsiniz. Nəysə, mövzuya keçəsə olsaq, mən insanlar hər gün ağıllarından məncə keçirirlər ki, nə bilim, kaş belə yoxdur, belə eləsəydim nə olardı, nə bilim, filan işi seçsəydim nə olardı, nə bilim, vaxtında fərqli dostluqlar qursaydım nə olardı, nə bilim, o universiteti seçməsəydim, başqa universitet seçsəydim, həyatım necə formalaşardı deyə məncə düşünürlər və fərqində olmadan həyatımızı kaşlarla yaşayırıq və həyatımızı, hal-hazırdakı həyatımızı yaşamaq yerinə yaşamadığımız həyatların yasını tutmağa başlayırıq. Və bu filmdə də bu mövzunu bizə paralel evrənlərə səyahətlə başa salmağa çalışırlar, amma əsas mövzu paralel evrənlər deyil, sadəcə onlar bunu izah etmək üçün bir vasitədir. Əsl filmin mövzusu insanın öz həyatından narazı olması haqqındadır. Filmin baş qəhrəmanı Evelyn adında bir qadın olur və onun paltar yuyan işlədən kiçik bir biznesi olur. Onun vergi problemləri yaşayır bu biznes ilə əlaqəli olaraq. Nə bilim, atası ilə münasibəti yaxşı deyil, qızı ilə arasında məsafə var, əri ilə olan münasibətləri soyuyub və o kənardan baxanda onun həyatı belə çox uğursuz görsənir və məncə bir çoxumuz həyatımızın müəyyən dövründə həyatımızın çox uğursuz olduğunu falan görürük və düşünürük ki, yəni mənim xəyalını qurduğum həyat bu deyildi də. Sonra film bizə paralel kainatları göstərir. Evelyn paralel kainatlarda səyahət edir və o görür ki, o başqa bir paralel evrəndə məşhur bir aktrisadır, nə bilim, başqa birində kung fu ustasıdır, başqa birində çox uğurlu bir biznes qadını olur və bizdə istər-istəməz düşünürük ki, yəni həqiqi xoşbəxtlik budur da, həqiqi xoşbəxt həyat budur. Yəni biz nə bilim vaxtında başqa bir qərar versəydik, çox fərqli bir həyatımız olacaqdı. Bəlkə çox xoşbəxt olacaqdıq, amma ki başqa həyatlar maraqlı görünə bilər, amma ki bu o demək deyil ki, həmin həyatda biz xoşbəxtlik. Yəni Evelyn'da başqa evrənlərdə onun xoşbəxt olduğu anlar görsənir və o çox özünü belə yetərsiz hiss edir və depressiyaya düşür ki, yəni mən vaxtında başqa qərar versəydim, tamam, başqa möhtəşəm həyatım olacaqdı. Amma ki, bu o demək deyil ki, o həmin həyatda tam olaraq xoşbəxtdir. Sadəcə xoşbəxt olduğu hissəni görür. Zaten biz gündəlik həyatımızda da məncə bunu çox yaşayırıq. Sosial media buna çox təsir edir. Məsələn, Instagramı açırıq, blogerlərə falan baxırıq, nə bilim, biri Parisdə olur, biri təzə maşın alıb, biri evlənib, biri nə bilim yüksək maaşlı bir işə qəbul olub. Amma ki biz onların həyatının sadəcə o gözəl hissələrini görürük və sonra öz həyatımıza baxıb deyirik ki, mən geridə qalmışam, mən heç nə başarmamışam, özümüzü çox uğursuz hiss edirik, çox uğursuz hiss etməyə başlayırıq. Amma ki biz onların həyatını yaşamırıq, sadəcə oradan onların bizə göstərdiyi kadrları görürük və filmdə də bu başqa formada görsənir. Bu baş roldakı Evelyn başqa evrənlərə səyahət eləyir və oradakı öz hallarını görür və biz də real həyatda başqalarının həyatlarını görürük, amma nəticə eynidir. Yəni öz həyatımızı bəyənməməyə başlayırıq bir yerdə. Sonra filmdə ən maraqlı karakterlərdən biri Tupac-dir. Tupac filmin əvvəlində belə dəli kimi göstərilir bizə, amma ki film ərzində başa düşürük ki, o əslində problem onun dəli olması deyil də, sadəcə o
bir səhvliklə bütün evrənləri səyahət eləmək kimi bir güc qazanır və hər şeyi, bütün evrəni, hər ehtimalı, yaşanan hər bir sonluğu, elədiyi hər bir seçimin ona necə bir həyat yaşatdığını falan görür və o qədər çox şey görür ki, artıq ona heç nə maraqlı gəlmir və həyat ona çox mənasız gəlir. Bu da deyəsən nihilizmin fikri idi. Nihilizm fəlsəfəsinin fikridir ki, hər şey mənasızdır. Yəni heç nəyin mənası yoxdur. Sonra filmdə bir donut olur. Tupaki bütün həyatı, bu evrəni, bütün ehtimalları o donutun içinə sığışdırır. Həmin donut da boşluğun simvolu olur və film bizə onu göstərir ki, insan bəzən o qədər yorulur ki, artıq heç nə hiss eləmək istəmir. Filmdə Tupaki o boşluğun içinə girib yox olmaq istəyirdi. Yəni nə sevinç hiss eləmək istəyirdi, nə kədər hiss eləmək istəyirdi. Sadəcə sakitliyə qovuşmaq istəyirdi və film də bizə bunu izah eləmək istəyirəm məncə buradakı. İnsan bəzən o qədər yorulur ki, artıq heç nə hiss eləmək istəmir. Yəni bəzən ölmək yox, sadəcə yaşadığı ağırlığın bitməsini istəyir ki, bu ikisi də eyni şey deyil. Keçən bölümdə də zaten bu haqqda danışmışdım ki, yəni yox, ölmək deyil də bu həyatdan yox olmaq istəyirəm. Kimsə məni belə tutsun, götürsün, həyatdan heç var olmamışam kimi olsun da. Nəysə, sonra filmdə ən belə necə deyim, mənə təsir edən karakterlərdən biri, ən safe hiss elətdirən karakterlərdən biri Waymond olur. Waymond filmdə çox zəif karakter olaraq göstərilir. Hətta Eveline'ın özü də Waymond Eveline'ın əridir və Eveline öz ərinin çox zəif olduğunu düşünür. Çünki o çox sakit, belə hamıya gülümsəyən, nə bilim, dalaşmayan, nə bilim, hamıya belə mehribanlıqla yanaşan biri olur və ona görə də filmdə o belə zəif olaraq göstərilir. Amma ki, əslində normal həyatda da biraz məsələn mərhəmətli, yaxşı olan insanlar zəif olaraq görülür. Amma ki, filmdə bunun əksi deyilir. Waymond'un bir sözü vardı ki, please be kind. Yəni belə çox sadə səslənir. Prosta belə düşünəndə başa düşürsən ki, filmdə əslində əsas izah olunan fikir budur da ki, insanlar məsələn Waymondu zəif olaraq görür, amma ki, insan o mehribandır, hamı ilə mehribandır deyənə hamı onu zəif olaraq görür, amma ki, mehriban olmaq asan deyil. Yəni hətta çətindir. Məsələn, səni incidən insana qarşı yaxşı davranmaq, səni anlamayan insanı yenə də dinləmək, nə bilim, hər gün problemlərlə qarşılaşsan da insanlığını itirə bilməmək güc tələb eləyir və Waymondda deyilir ki, bəs sən bu mərhəmətlə, bu yaxşılıqla həyatda qala bilmərsən də, amma o deyir ki, mən mərhəmətimlə həyatda qalmağı, həyatda savaşmağı öyrəndim. Ona görə də Waymond karakteri çox safe hiss elətdirdi mənə. Sonra filmdə başqa bir səhnə var idi. Tupaki ilə Eveline daş olurlar bir səhnədə. Yəni dünya hələ formalaşmayıb, heç bir insan yoxdur dünyada. Və onlar ikisi daşdılar və heç bir musiqi yoxdur, heç bir hərəkət yox idi və onlar ikisi daş olaraq orada səssiz şəkildə yazılarla söhbət edirdilər. Və həmin səhnədə də yəni elə olur ki, belə insanların danışmağa belə gücü qalmır və istədikləri tək şey belə sakit, səssiz şəkildə oturmaqdır da. Yəni o daş səhnəsi çox möhtəşəm bir səhnə idi. Əgər filmə baxsaq görərsiniz zaten. Yəni ən möhtəşəm səhnə o daş səhnəsi idi. Nəysə, sonra bu dedim, Tupaki bütün evrənləri falan görür. Bütün evrənləri, bütün ehtimalları gördüyü üçün də həyatın mənasız olduğunu düşünür və o donutun içinə girib, yəni qara dəliyə girib həyatını sonlandırmaq istəyir, həyatdan yox olmaq istəyir və istəyir ki, bu Eveline da ondan bir yerdə girsin o donutun, o qara dəliyin içinə və bu dünya evrənində Tupaki Eveline'in qızı olur və bizə elə gəlir, yəni filmdə elə göstərilir ki, Tupaki Eveline'ı öldürmək istəyir, amma dəxlisi yox idi. Sadəcə o başa düşülmək istəyirdi. Yəni o bütün evrənləri səyahət eləyəndə
bir şeyin fərqinə varır ki, o heç bir evrəndə başa düşülmür və ona görə həyat ona dəhşət mənasız gəlir. Ona görə də Evelyn'ın da o bütün evrənləri görüb onu başa düşməsini və onunla bir yerdə yox olmasını istəyirdi. Yəni o elə fikirləşirdi ki, əgər anam da mənim gördüklərimi görsə, məni başa düşəcək və mənimlə bir yerdə yox olacaq. Yəni əslində bəzən məsələn elə vaxtlar olur ki, insanlar məsləhət istəmir də, sadəcə başa düşülmək istəyirlər. Yəni həyatda sadəcə ehtiyacları olan təki başa düşülməkdir. Ona görə də ki, bu da çox böyük bir fərqdir. Yəni məsələn ki, siz birinə dərdinizi danışırsınız və başlayırsınız məsləhət vermək, amma sizin ehtiyacınız olan məsləhət yox, başa düşülmək olur da. Yəni ona görə bu da maraqlı bir səhnə idi ki, Tupaki Evelyn'dan bir yerdə yox olmaq istəyir. Amma əslində başa düşülmək istəyirdi. Evelyn tərəfindən ən azından bir nəfər bu həyatda məni başa düşsün istəyirdi. Amma sonra Evelyn fərqli bir qərar verir. O bütün evrənləri görəndən sonra o fərqinə varır ki, bəs başqa evrənlərdə başqa bir qərarlar versəydi daha uğurlu ola bilərdi. Nə bilim, daha varlı ola bilərdi, daha məşhur ola bilərdi, daha bacarıqlı, daha uğurlu ola bilərdi. Amma başa düşür ki, bəs onu xoşbəxt edən tək şey uğur deyil də. Yəni başqa evrəndə uğur əldə eləyəcəkdi, amma həmin evrəndə də onun ailəsi olmayacaqdı, əri olmayacaqdı, sevdiyi insanla evlənməyəcəkdi, qızı olmayacaqdı və onda belə bir farkındalıq gəlir ki, yəni xoşbəxtlik uğur deyil də, həyatımızda olan insanlardır və onlarla keçirdiyimiz adi anlardır, xatirələrdir. Neysə ki, sonra belə bir fikir formalaşdı ki, məndə, yəni biz həmişə fərqli həyatları istəyirik, nə bilim, fərqli, məsələn, yaşamadığımız həyatların peşmançılığını çəkirik də ki, hə, belə olmasaydı, belə olsaydı necə olardı falan filan, amma yəni problem bizim yaşadığımız və yaxud da yaşamadığımız həyat deyil. Yəni yaşamadığımız həyatın ancaq ideal tərəflərini düşünürük, amma ki, yəni elə olmasaydı, fərqli cür olsaydı, yəni biz fərqli bir həyat yaşamış olsaydıq da fərqli bir problemlərlə qarşılaşacaqdıq. Yəni bəlkə indiki problemlərimizdən də daha çətin problemlərlə üz-üzə olacaqdıq. Ona görə də yəni indiki həyatımızın qədrini bilməliyik bir yerdə. Çünki yəni başqa qərar versəydik, başqa həyat yaşamış olsaydıq, bəlkə də daha fərqli problemlər gəlib bizi tapacaqdı və hal-hazırda yaşadığımız həyatı arzulayacaqdıq. Yəni zaten həyat mükəmməl olacaq deyə bir şey yoxdur. Nə bilim, biz hər dəfə fərqli seçimlər eləyəcəyik, fərqli həyatlar yaşayacağıq və həmişə başqa bir versiyamız olacaq. Amma yəni yaşamadığımız, eləmədiyimiz seçimlərin yasını tutmaqla da həyat keçməz. Odur ki, həyatı dəyərli edən bizim həyatımızda olan insanlar və onlarla qurduğumuz münasibətlərdir. Və hər gün elədiyimiz bu kiçik seçimlərdir. Həyat mənalıdırmı? Yəni hər hansı bir mənası varmı? Məncə hələ də yoxdur. Çünki bir gün ölüb gedəcəyik və bu sevdiyimiz insanlar da bir gün ölüb gedəcək. Nə bilim, qurduğumuz münasibətlər də hamısı bir gün yox olub çıxıb gedəcək. Hər hansı bir mənası yoxdur. İndi belə deyəndə çox bir şey oldu deyə belə hamının bir gün öləcəyini bilmək falan. Hər nəysə də, yəni hər hansı bir mənası yoxdur həyatın hələ də, amma mən film haqqında fikirlərimi bölüşmək istədim. Əgər bura qədər dinləmişsinizsə, təşəkkürlər. Əgər filmə baxıb sizdə fərqli bir fikir formalaşdırsa da, yorumlarda yazmağı və s. yazsanız sevinərəm. Nəsə ki, sağ olun, özünüzə yaxşı baxın.